İnsanları Allahın dininə dəvət edir, ahireti onlara xatırladır, insanlara nəsihət edir, onları yaxşı işlərə yönəldir, pis işlərdən onları çəkindirir, ölənə qədər çalışır, amma heç kim ona qulaq asmır, icabət etmir və qiyamət günü gələndə tək tənha olaraq gəlir. Allah Teala Quran-ı Kərimdə buyurur: sən çox istəsən də insanların əksəriyyəti iman gətirən deyil. Ey qardaşım, insanların əksəriyyətinin iman gətirməməsi səndə ümidsizlik yaratmasın. İslam həmişə keyfiyyətlə izzət tapıb sayla deyil. İnsan var ki, 10 minlərə, 100 minlərə və ya milyonlara bərabərdir. Amma milyonlar var ki, bir insana bərabər deyil. Necə ki, bir hədisdə Peyğəmbər sallallahu aleyhi ve sellem müsəlmanların zəifliyi barədə xəbər verəndə sahabələr soruşur: ey Allahın Rəsulu, biz o gün sadəcə az mı olacağıq? Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur: xeyr, siz o gün çox olacaqsınız, amma dənizin üzərindəki köpüklər kimi olacaqsınız. Allah Teala bizləri eşitdiklərimizə əməl edənlərdən etsin. Ey insan, ola bilsin ki, səni dəvətdə zəiflədən səbəb qarşılaşdığın çətinliklərdir. Ola bilsin, nə vaxtsa çoxlu pul xərcləmsən və ya sənə hansısa müsibətlər, sıxıntılar üz verib və ya səninlə istehza ediblər, dözməmsən. Amma sən elə zənn edirdin ki, Allah yoluna dəvət etmək qızıl güllərlə bəzədilmiş rahat bir yoldur. Dəvət etmək sənə ancaq mal dövlət, şan şöhrət gətirəcək, zərrə qədər də əziyyət çəkməyəcəksən. Bunun əvəzində hamı sənə çox sağ ol deyəcək. Amma dəvətə başladın, çoxlu malın xərcləndi, bəzi insanlar sənə iftira atdılar, səninlə istehza etdilər və sən də çox keçmədi ki, dəvəti tərk edib dünyaya bağlandın. Amma Peyğəmbər sallallahu aleyhi ve sellemin əshabələrini isti qumun üzərində uzadıb, sinələrinə ağır daş qoyub əzirdilər, bellərinə isti köz yapışdırırdılar. Ammar İbn Yasirin anasını gətirib gözünün qabağında nizə ilə öldürdülər. Amma bunlar onları döndərmirdi. Peyğəmbər sallallahu aleyhi ve sellem onları görəndə belə dedi: səbr edin ey Yasir ailəsi, sizin görüşəcəyiniz yer cənnətdir. İbn Abbas radiyallahu anh deyir, onlara Məkkədə o qədər əzab əziyyət verirdilər ki, onlar bu əziyyətlərə tab gətirə bilmirdilər. Onlardan birini tutub bir bütün yanına gətirdilər və məcbur edirdilər ki, belə desin: mənim Allahım budur. Və o da əzabın şiddətindən, istəmədən, qəlbi imanla və təvhidlə dolu olduğu halda belə deyirdi: bəli, bu mənim ilahımdır. Bir dəfə müşriklərdən biri əsir düşmüş, edam meydanında olan sahabəyə yaxınlaşıb dedi: sən istəyərdinmi ki, səni öz ailənin yanına göndərək, gedib rahat yaşayasan və Peyğəmbəri gətirib sənin yerini asaq? Sahabə dedi: mən heç vaxt razı olmaram ki, mən evimdə, arvad uşağımın yanında rahat olum, amma Peyğəmbər sallallahu aleyhi ve sellem ayağına bir tikan belə batsın. Və sonra həmin sahabəni dara çəkdilər və sonra da tikə-tikə doğradılar. Allah Teala Quran-ı Kərimdə buyurur: şübhəsiz ki, Allah möminlərdən onların canlarını və mallarını vəd edilmiş cənnət müqabilində satın almışdır. Tövbə surəsinin 111-ci ayəsi. Bir gün Peyğəmbər sallallahu aleyhi ve sellem Həbib radiyallahu anh'a məktub yazır və verir ki, aparıb yalançı Peyğəmbər Müseyləməyə çatdırsın. Və Həbib də məktubu aparıb Müseyləməyə çatdırır. Müseyləmə məktubu oxuyanda az qalır ki, hirsindən partlasın. Müseyləmə üzünü Həbibə tutub deyir: məyər sən şəhadət verirsənmi ki, Məhəmməd Allahın Peyğəmbəridir? Həbib deyir: bəli, mən şəhadət verirəm ki, Məhəmməd Allahın həqiqi Peyğəmbəridir. Müseyləmə dedi: bəs sən şəhadət verirsənmi ki, mən də Peyğəmbərəm? Həbib onunla istehza edərək: qulaqlarımda karlıq vardı, səni eşidə bilmirəm. Bunu eşidəndə Müseyləmə qızdı, onun əl-qolunu bağlatdırdı və cəllad çağırtdırdı və Həbibə dedi: sən şəhadət verirsən ki, Muhammed Peyğəmbərdir? Həbib də dedi: bəli. Müseyləmə dedi: sən şəhadət verirsənmi ki, mən də Peyğəmbərəm? Həbib: qulaqlarımda karlıq var, səni eşidə bilmirəm dedi. Müseyləmə əmr etdi, cəllad onun bir tərəfini qılıncla kəstirdi. Oğlan bütün qana boyandı. Müseyləmə yenə soruşdu və yenə eyni cavabı aldı. Müseyləmə onun o biri tərəfini də kəstirdi. Beləcə Həbib bu sözləri deməkdə davam edirdi: mən şəhadət verirəm ki, Muhammed sallallahu aleyhi ve sellem Allahın qulu və elçisidir, Peyğəmbəridir, qulaqlarında karlıq var, səni eşidə bilmirəm. Və beləcə də o canını Allah üçün fəda etdi. Müsəlman qardaşlar, dəvətin izzətlənməsi üçün əsas qayə insanın Allah üçün canını, malını verməyə hazır olmasıdır. Necə ki, Allah subhanahu taala Quran-ı Kərimdə buyurur: şübhəsiz ki, Allah möminlərdən onların canlarını və mallarını vəd edilmiş cənnət müqabilində satın almışdır. Həbibin ölüm xəbəri onun anasına çatdırılanda deyir: mən onu bunun üçün hazırlamışdım və savabını da Allahdan gözləyirəm. Bir müddət keçdikdən sonra müsəlmanlar yalançı Peyğəmbərin qoşununu darmadağın edirlər və Allahın izni ilə qələbə qazanırlar. Həbibin anası meyitlərin içinə girib Müseyləmənin cəsədini axtarır. Onun meyitini tapanda belə deyir: sənin axırın belə də olmalı idi. Həbib Allahın rəhmətinə getdi, amma sən Allahın lənətinə. Və sonra Allahın bu ayəsini oxudu: Allahı zalimlərin etdiyi əməllərdən qafil qaldığını sanma. Elə hesab etmə ki, Allah zalimlərin etdiyi əməllərdən qafildir. İbrahim surəsinin 42-ci ayəsi.